Herkese salam, kanalıma hoş gelmişsiniz. Yeni vlogumuza başlayırıq qızlar. Uşaqları bağçaya aparmışam səhər və getdim qızımla asan xidmətə. Sənədləri vermişdik bir ay əvvəl hardasa. Bir ay da olmasa yarım ay əvvəl vermişdik. 2 illik qeydiyyata. Qanun ödənişi eləmişik 2 illiyə, amma sənədi almışıq, baxmadıq üstündə. Avtobusun önündə baxdıq ki, bir illik yazılıb. 26-cı ildə kimliğini sabah gərək yenidən qızım qayıtsın orasan xidmətə ki, razabrat eləsin ki, nə olub, nəyə görə belə eləyiblər. Dokumentdə 2 il yazılıb, amma belə kağızlarda 2 ildir, sənəd 1 ildir. Mən də gəldim evə. Yolun yarısını piyada gəldik, sözün düz asan xidmətə kimi bağçadan. Sonra oradan bir avtobusa mindim Madonna ilə. O düşdü metrodan, mən gəldim evə. Bravo'ya gəldim həmişəki kimi. O sevimli Bravo'ma bura. Geldim, biraz pazarlıq eləmişəm qızlar. İndi göstereceğim size ne aldım. Hem de yolda da şey girmiştim, Araz markete girmiştim. Orada da ben şeyler almışam. Əvvəlcə qızlar bunu size göstereyim. Deməli bu meyvə tərəvəz yumaq üçün. Ümumiyyətlə kak aş düzən kimidir, amma aş üçün deyil də, bu tərəvəz üçündür. Bu Araz marketdən aldım 2 manata. Skitka ilə bunlar. Sonra belə bir saxlama qabı almışam, xaladenik üçün. Belə yaxşıdır. Başqası tabakan bağlanır deyə xoşum gəlir bunlardan. Bir dənə də ki, su götürdüm. 2 dənə sasiskalı bulka almışam. Birini Madonna götürdü məktəbə, birini də Xavər götürəcək. Sonra keçirik Bravo'nun bazarlığına. Bu düzənin döşətini götürdüm qızlar. Birazdan indi blenderdan keçirəcəyəm. Və bizdə şeydir. Mən soruşdum diyetologdan. Dedim məndə dolma var. Yarpaq dolması yox, lazım deyil. Biçka vermişəm, onu eləyim və qiyməyinə. Mən qiymətindir. Qreçka da almışam. Qreçka varım deyil də, amma yenə də aldım. Mən istərim ki, qreçka var. Çünki bunu pişəndə çox pişirəcəm, uşaqlar da yeyəcək. 10 dənə yumurta götürdüm bizdə. Hələ nahar yeməmişəm. Bugün nahardan gecikirəm. Vaxtımı nəsə pozmuşam. Belə akşam çeynəklərdir. Bu da bunlardan qalıb burada. Uşaqlar sevirlər. 2 dənə belə krasan götürmüşəm qızlar uşaqlara. 2 paçka. Mən o gün almışdım, gördüm yedilər. Şokoladlıdır deyə sevirlər bunu. Sonra bir dənə mənim oturum qutardı. Afisyanlı oturublar. Yulaf kəpəyi qutarmışdı. Onu aldım. Sonra qreçka bunu götürdüm qızlar. Orada ayrısı da var idi. Bu 1.79 aydı. Orada var idi 1 manata. Ben onu götürmədim. Niyə? Çünki onun elə bir içində bunun qumu vardı elə bir yulafın. Yulaf deyil, qarabaşaq. Qarabaşaqdır. Onun elə bir ki, üdülmüş forması da elə bir xırda-xırda sortudur deyə onu skitka ilə ya da köynə ildən qalıb deyə onu elə satırlar. Ona görə də mən onu götürmədim. Bu krufnidalar, bunları götürdüm. Bir dənə Mila kefiri qatıq əvəzinə. Qatıq sevmirəm. Sevirəm, amma ev qatığı sevirəm. Mağazin qatığı yox. Turşdur, həm də ki, elədir ki, qızlar, onu xaladenikdə qoysam xarab olmur. Bəlkə 6 ay qalsa onun vecinə deyil. Çünki onun tərkibində nəsə var da, mən ona görə onu istəmirəm. Bu kefir mənə daha yaxşı təsir edir, yağlı azdır. Uşaqlara götürdüm peynirli, soğanlı çubuqlar. Xavər xoşuna gəlir, uşaqlar da yeyirlər. Bir dənə də belə balıq krekerlər aldım onlara. Sonra belə peçeni almışam uşaqlara. Roşan. Bunlar çiyələklidir. Sonra biraz meyvə götürdüm qızlar. Ərik. 1 manat 85 qəpikdir. Deməli onun qiyməti 2 manat idi. 22-yə girib əvəzərazı. Hesablaşdırmış mən. 2 manat idi. Mən də hardasa 1 manata yaxın götürmüşəm. 2 manata yaxın götürmüşəm. 1 kilo. Bu da hardasa 890 qram şaftalı nektarin. 3 manat 58 qəpik. Belə bir. Mən tez-tez yeməyimi hazırlayım. Yeməyimi yiyeyim. Su içmişəm qızlar. Bu suyunu göstərmədim. Bu suyu da almışdım. Bu qədər içmişəm yolda. İndi yenə də içəcəyəm. Sonra tez-tez nahar yeməyi hazırlayaram özümə. Sunu əsik eləmirəm ümumiyyətlə.
Bir də su almışam. Krantdan içməyin deyə. Çünki krant suyu ki ziyanlıdır. Ona görə bundan aldım. Belə. Kızlar, yeməyimi hazırladım. Bir dənə yumurta bişirmişəm. Burada kükü idi. Mən kükü istəmədim. Sadəcə belə bişirdim. Bir xusov çörəyimdir diyetik. 2 ədəd xiyardır. 2 ədəd də şaftalıdır. Mənim nahar yeməyim. Hamınıza nuş olsun qızlar. Mən də həmçinin. Qızlar, yeməyimi bişirdim. Saat artıq 6-ın yarısıdır hardasa. Səhəri gec yediyimə görə dediyim kimi günortadan da gec yeyirəm. Burada qriçkadır. Yarım stəkan qriçka yazmışdı, amma burada azdır məncə. Toyuq ətindən deməli farş eləmişəm qiyməm. Yaşıl biber, xiyar və kefir. Nuş olsun qızlar hamınıza, mənə də həmçinin. Qızlar, artıq uşaqları gətirmişəm bağçadan. Axşam duje saat 9-a qalıb. Birazdan yatsıdıram onları. Özüm də rahatlanaram nəhayət. Biz deməli qızlar, qardaşımın qızı ilə indi bir-birimizə də atırıq yediklərimizi, çəkimizi və artıq çəki ilə bir yerdə mübarizə aparırıq. Və söz vermişik ki, 3 gün tərəziyə çıxmayacaq həftənin 4-cü günə kimi. Mənim bugünkü çəkim var. Mən bu videonun axırında qoyacağım bu çəkimi. Amma ki, sonra 3 gün çəki olmayacaq. Həftənin 4-cü günü çəkəndə artıq mən istəyirəm ki, fərqi hiss eləyim də. Hər gün tərəziyə, çünki ola bilər ki, bəlkə də dirənmə də olsun. Ola bilər ki, dirənmə də olsun çəkidə. Bu normal bir haldır. Mən Rihanna Kotlusvoy birim. Bugünləri detoks səs atmışdı ki, bəs bu normal bir hal əgər belə bir şey olarsa. Çünki illərlə bu yığdığımız piqatları bəzi hissələr olur, bərk olur və onların əriməsi çətin olur. Belə qızlar, ona görə də dirənmələr normaldır. Nəysə, bu qədər bu videoda. Çox sağ olun videoya baxdığınıza görə. Kanalıma abunə olmağı unutmayın, xahiş edirəm. Hələlik. Qızlar, bağçadan indi gəlmişəm, uşaqları apardım bağçaya. Özümə kofe hazırladım. Qızlar, sabahınız xeyir. Bağçadan yenicə gəlmişəm, kofe hazırladım indi. Kofeni qarışdırdım. Gözəl alındı, gördüyünüz kimi pen qaynandı. Bunu qızlar mən temadan zakaz eləmişdim, yaxşı deyildi. Bunu özüm almışam, bu yaxşı çıxıb. İndi narımı eləyəcəm, sizə göstərərəm nə yiyəcəm bugün. Qızlar, nar yeməyim. Bir qaşıq, böyük qaşıq kəsmişdi. Kişmişli yazmışdı, amma mən kişmiş istəmirəm. Mənə sadəcə kofe ilə bu yetər. 2 dəfə də sonra xiyar, pomidor detoks olacaq. Xiyar, pomidor, kərəviz və üstündən qatıq. Qızlar, uşaqların dalınca gedirəm bağçaya. İnanın ki, heç nə bugün evdə heç olmamışam. Sizinlə video çəkdim ki, hə, nahar eləyirəm. Ondan sonra da ki, düşmüşəm küçələrə. İnanın, su da içməmişəm bugün normal. Çünki getmişdim dırnağa, kipriyə və lazerə. İndi çıxmışam oradan. Saat 12-dən, indi saat 4-ün yarısıdır. Metro ilə gəlmişəm Nərimanovdan inşaatçılara. Elimlərə gələ bilərdim uşaqları götürməyə. Amma mənə piyada addım lazım idi bugün deyə. Ona görə də gəlmişəm inşaatçılarda çıxdım. İndi də gedirəm uşaqlarımın dalınca bağçaya. Biraz da gedəcəyim hardasa. Öz hədəfimi tamamlayayım, addım hədəfimi. Sonra bugün detoksuydum mən də, xiyar pomidor detoksu. Amma gələ heç nə yeməmişim. İnanın cəmaat svetoforda heç reaksiya vermir ha. Gəlib keçdilər, qırmızı işıqda getdilər dəstəklə. Hətta qalmışam, baxıram. Elə bir ki şeydir də, naqlist. Yaxşı deyil axı. Cərimə falan bəs məkan qayda qalmış, yəni baxmaq lazımdır. İndi buradan gedəndən sonra qızlar mən öz xiyar pomidor, qatıq, kərəviz yiyəcəyəm. İnşallah ki, mənə bəs eləyəcək. Amma ki, hələ indi aclıq hiss edirəm bir balaca. Ev yox. Tezəlik problem deyil. İstəyirəm bir dənə su alım, biraz su içim. Xatiyabı. Bugün çox az içmişəm və su. Ümumiyyətlə başa. Qızlar, mən evdəyəm. Bəbişlər də oturublar, yeyirlər burada.
Onlara multik yandırmışam. Özüm də indi istəyirəm gedim nəsə xiyar pomidorumu atışdırım. Manikurumu göstərim sizə qızlar. Bax belə alındı. Sözün düzü heç bilmirdim nə edəcəm. Orada getdim. Bilirdim ki, amma istəyirəm avalini, çünki kvadratla noktillərdən bezmişdim və bunu elədim. Sözün düzü bu həm də çox udobnadır. Uşaqlarla olan insanlara mişadlıq eləmir həqiqətən də. Amma rəngi orada seçdim. Əvvəl istədim mavi rəngi, sonra dedim ki, biraz soyuq görünür. Bu isə təmiz yayınıb rəngidir. Bu mənə xoş gəldi. Həm də biraz belə üstündə zəri də var, bilmirəm. Bir ki, videodan görünmür. Amma ki, var. Belə qızlar, hə, görünür. Belə çox yaxşı qiymətə də eləyirlər, 20 manata, amma qəşəngdir. Mən bu qızda bir dəfə manikür elədim. Bir ay durdu, dırnaqlar heç nə olmadı. Özüm sadəcə qırdım, söktüm, çünki uzanmışdı. Və kiprik də elədim, amma qaynaq yox, qızlar. Kiprik elədim, deməli, hardasa 10 gün gedir də, yapışdırır. Super yaxşı kley var. Keçən dəfə də eləmişdim. Hardasa 8-9 gün getdi. Mənə normaldır. Heç bir dənə də kiprik düşmədi, amma özüm sökmüşdüm. İndi bu dəfə də belə elədim və lazerə də getmişdim. Lazerə mən əvvəllər üzümü lazer eləmişdim, qızlar. Amma ki, tam lazer bütöv eləməmişdim. Onu da Rusiyada eləmişdim, diodnu. Bu isə Aleksandritdir, bu yaxşıdır. Belə. Yenə də verim sənə. Будешь еще? Хорошо. Kızlar, burada xiyardı, pomidordu, kərəvüzdür aşağıda, üstündən də cəfəri və klasik kefir 2,5%li. Tökəcəm, indi qarışdıraram və muş eləyəcəm. 2 dəfə bunu yeməliydim, amma bilmirəm 2 dəfə alınacaq ya yox. İndi yeyəcəm, sonra bir dəfə də baxaram. Hamınıza nuş olsun qızlar, mən də həmçinin. Salam qızlar, sabahınız xeyir olsun. Mağazadan indi gəlmişəm. Deməli, uşaqları apardım bağçaya. Sonra da getmişəm mağazaya. İndi bunu əlimdən çıxartdım. Bir dənə pampers aldım Məhəmmədə. Çünki hələ bacarmıram onu. Buna görə də pampers qoy olsun. Demək, bravo. Əvvəl girmişdim Araz markete yolun kənarında, sonra da bravo. Özümə soruşuna nahar hazır olmalıyım. İnanırsınız, taqətim yoxdur danışmağa. Dünən çünki çox az yemişəm. Baxdım xeyli deyə. Deməli, 2 dənə biber. Bu alça qurusudur qızlar. Arada ürəyim istəsə yeyə bilərəm. Çünki şirin deyil, meyvədir. 2 dənə ruçka almışam xavərəm. Məktəb bitir, amma yenə də evdə ruçka yoxdur. Bir dənə balzam aldım. Dünən Madonna bunun şampununu almışdı. Balzam tutarmışdım. Mən də bunun balzamını almışam. Təkcə bu şampundan istifadə edirik. Ayrı şampunu başqa ürəyimiz heç götürmür onu. Kruasan götürdüm qızlar, uşaqlara. Deməli, 4 ədəd kruasan. Sonra 2 dənə paçka belə keksik götürdüm. Uşaqlar sevir. Sonra bunu Arazda götürmüşdüm. Bir dənə deməli götürdüm pendirli bulka, bir dənə də şokoladlı bulka. Xavərə götürmüşəm, yesin Madonna da istəsə yeyə bilər pendirli bulkanı. Balacalara isə mən də alacağım. Onlar bulka yemirlər, sözün düzü, keksiri və deyəcəklər. Beziblər bulkadan. Azəri süt almışam qızlar, indi kaşa eləyəcəm, aksanlı kaşa. Və bizim bugün menyuda kişmiş var deyə. Tacın bu çərəzlərindən Arazda aldım. Kişmiş. Sonra kaşaya gedirik ona görə. Bir də tacın bu nikatan adından çıxdı qızlar. Bunun adı valla çiya toxumu. Çiya toxumu götürmüşəm. Varım da, amma yenə də götürdüm. Bitməzdədir. Bir dənə belə trubочка götürdüm. Paliçki. Onu Arazda götürdüm, çünki bunlardan sonra bravo'da bizim götürdüm, xavər bunları sevir. 2 dənə aldım, bir dənə də o 3 dənə ər uşağa birini. Sonra 3 dənə belə balıq aldım, kreki,
Riyanla Məhəmmədini çox sevir. Xəbər deyir, problem deyil, 3 dənə almışam. Sonra bir dənə belə roşen peçeni aldım onlara. Və burada kartoşka ucuzlaşıb 80 qəpiyyədir. Kartoşka götürdüm və soğan götürdüm. Bu qədər qızlar. Mən özümə roşen yemək bişirim. İndi tərəziyə çıxdım. 91-200'dür. 500 qram çəkim yenə gedib. Demək, dünən çıxmamışdım. 2 günə yenə də çəkim gedib 500 qram. Çox sevinirəm. Bilirsiniz nə almadım? Qatıq almadım. Ev yoxdur. Onu yumurtadan sonra alıb gətirəcəyim. Yadımdan çıxdı. Qızlar, yeməyim hazırdır. Kaş elədim. Üstünə deməli tökdüm süd. Əvvəl suda pişirdim. Sonra da süd döktüm üzərinə. Biraz da pişirdim. 2 ədəd ərikdir. Quru ərik yazmışdım. Məndə quru ərik yox idi deyə belə. Bir hardasa 15 dənə kişmiş idi. Deməli, yaşıl çayımdır. Nədənsə köpüklənib. Belə qızlar, nuş olsun hamıya, mənə də həmçinin. Özümə belə bir salat hazırladım. Bir də yeməyim bugün budur. Və yazıb ki, bulgurlu dovğa, amma ki mən yəqin ki sadəcə qatıq alaram, kefir yəni ki, bunun yanında. Hər çörək də yazıb, bilmirəm onu yeyərəm ya yox. Amma ki, indi hələ saat bizdə 3-ə işləyib. Tezdir, çox tezdir. Mən saat 4-dən 5-ə yeməliyəm yeməyimi. Ona görə də acından bunu düzəltdim indi. Sonra düşündüm ki tez olmaz da yemək. Ona görə özümə belə bir kofe hazırladım. Kofenin içine birazca darçın da töktüm ki acıq hissimi öldürsün və zbivat elədim bunu. Vençiklə içəcəyim kofemi. Baxın nə qədər mənə kömək eləyir bu. Qızlar, uşaqların arxasıca gedirəm bağçaya. İnanın bugünkü gün o kadar acı olmuşam. Kofeni içtim, biraz düzeldi. Artık 5'in yarısıdır. Mən elə evi gedib çatana kimi saat hardasa 6 işləmiş olacaq yəqin. Ondan sonra da yeməyimi yeyərəm. Amma hazırlamışam hamısını. Nə yaxşı ki hazırlamışam. Yoxsa ki heç vəziyyət pis idi. Gec olacaqdı. Hava o qədər də yaxşı deyil. Küləkdir. Biraz sakit olub ancaq. Arada yağış çiliyir. Və düşünürəm ki indi gedim uşaqları o tərəfdən aparım. Taksi çağırım. Çünkü elimde paket var. Evde kefir kurtarmıştı. Kefir almışam. Uşaqlara bulka aldım. Sosiskalı bulka. Ona göre de biraz paketim ağırıldı. Onlarla bir yerde avtobusa binmek уже real bir şey değil. Tamam. Gedim götürün balalarımı. Dərsə gedim o bir astanovkaya. Ki hem bu pacamdan qalxmağa çətinlik çəkəcəyəm. İkisinin əlini tutmaq lazımdır. Birinin əlini tutmasam qırğın düşür. İki də məndə paketlə əlimdə. İkisinin əlini tutmaq real deyil də. Burada qədər göyərçinlər var. Ümumiyyətlə burada bir zooparkdır buraya. Pişiklər, göyərçinlər. Ay. İnanın bu yeri belə sevirəm. Düzdür. Nəysə 2 gündür burada dornik təmizlənmir. Amma ki şuramı yaşıllıqdır, qəşəngdir. Tutlar artıq bitmək üzrədir ağacda. Mən də ki inanın ki hələ bir dənə tut tutmamışam. Çünki mən yemək vaxtı yeyirəm deyə meyvəni. Ona görə arada heç nə yemək düzgün deyil də məndə. Gedim Məhəmmədi götürüm. Bura Məhəmmədin qrupudur qızlar. Qızlar, mən artıq evdəyəm. İnanırsınız, indi dəyəcəm yer altın yarısıdır. Yeməyimi yiyeyim. Uşaqlarda sosiskalı bulka vermişəm, orada yeyirlər. Paltalarını dəyişmişəm. Özüm də indi yeməyimi yiyəcəm. Qızlar, bir daha sabahınız xeyir. Uşaqlara qarşı pişirirəm indi. Bugün evdədirlər. Çünki bugün Madonna konsertidir. Masovat eləməyəcəm onları götürməyə. Konsertə getməliyəm. Ona görə onlara Herkules kaşası pişirirəm. Evdə çox da yemirdilər, amma bağçada tərbiyəçilər deyirlər ki, çox yaxşı yeyirlər. Ona görə də indi hazırlayıram, baxım görüm nə edəyəm. Özümə də qızlar burada kofe hazırlayacağım indi. Bunu da qoymuşam burada vençikimi və kəsimi, yarım paçka kəsimi idi. Bugün bizdə detoksdur qızlar. Detoks günü olacaq. Çayım da qaynayır, gözləyirəm.
Belə. Eke başıca başıca nem 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 nem. Мама, Кушайте кашу и хлеб тоже. Понятно? Səhərdən inanırsa şişləndiriblər məni, dinç qalmırlar. Saat 7 olmamış durublar. Bunlar o qədər yatardılar saat 10'a kimi. İndi bağçaya gedirlər deyə. Saat 7 olmamış durublar. Bugün başıma oynaçırlar. Zaten benimki yatıb düzünə oyatmışam. Mama koy. Məhəmməd bu saatı bağlayıb qızlar. Düz ayın 30'undan belə. Saatın aşağısı da açılıb. Зачем ты не застегиваешь часы, Маки? Kızlar bizə saat artıq 3'ün yarısıdır. Bu mənim kəsmiyimdir. Yarım paçka kəsmiyimdir. Burada kofe. Uşaqlar da yemək yeyirlər. Sosiska, makaronla. Yumurta da var qaynadılmış. İstəsələr yer yiyəcəklər. Belə. Bu detoksun ikinci strategiyası da ikinci yeməyidir. Bilmirəm, üçüncü dəfə yiyəcəyim onu ya yox bilmirəm. Sabahınız xeyir qızlar. Nahar yeməyimi sizə bölüşmək istəyirəm. Dünən mən evdə yox idim. Dünənləri getmişdim. Madonna konserti idi. Konservatoriyada, opera studiyada oradaydım və hələ günorta yeməyimin üstündəyim. İndiyə kimi bir yumurta, yarım paçka kəsmək, bir stəkan kofe. Ondan əlavə təkcə su içmişdim. Bugün tərəziyə çıxmışam. Tərəzi 90 kilo 700 qram göstərir. Qoyacağım tərəzinin axırda. Və videonu burada bitirirəm bu nahar yeməyindən sonra. Çünki çox uzun alınacaq deyə. Elə.
Mahnını da qoyacağam. Madonna'nın mahnılarını, qızımın mahnısını. Bir neçə nömrə var idi orada, amma ki mən bir mahnı qoyacağım yəqin ki, baxarıq. Belə. Hamınıza təşəkkür edirəm videolarımı izlədiyinizə görə qızlar. Mənimlə kim bir yerdə arıqlayırsa, çək atırsa, sizə də uğurlar. İnşallah ki, istədiyimiz çəkilərə nail olacağıq. Özümə meyvə də qoymuşam qızlar. Tərəvəz də qoymuşam. Gördüyünüz kimi bir yumurta, çörək. Bugünkü deməli menyu bizdə svobodno menyudur, rahat menyu. Hər kəs nə istəyirsə özü istədiyi kimi menyu özünə qurur bugün. Ona görə də mən belə eləmişəm. Qurban bayramınız da mübarək olsun qızlar. Hamınıza bugün Qurban bayramıdır. Hamınıza gözəl günlər, xoş günlər, bol ruzilər arzulayıram. Hələlik. Kanalıma xahiş edirəm abunə olun. Qızlar saat 4-dür artıq. Çox acımışam dəhşətli dərəcədə. Burada məndə dolmamdır. Xiyar, pomidor, qatıq, kefir. İndi yeməyimi yiyəcəyəm. Uşaqlara da ki, özbək plovu hazırlayıram. Onu istədilər, hələ bişirirəm. Amma mən bunu yeyirəm ki, mən ona meylim getməsin. Ümumiyyətlə yemək istəmirəm, fikrim yoxdur. Hamı yemiş olsun, mən də həmçinin.